Adi müqayisə və üstünlük dərəcəsində birinci növbədə bir şey bilmək lazımdır ki, adi dərəcənin göstəriciləri nələrdir? As, not so as, very, quite, rather, such, so, to. Bunlar adi dərəcədə tələb edir özündən sonra. İnaksiya adi dərəcədə olan sifətdən, zərfdən sonra gəlir. Bunlar adi dərəcədir. Məsələn, as-azın arasında adi dərəcə işlənir, məsəl üçün. Daha sonra gəlirik müqayisə dərəcəsi. Müqayisə dərəcəsinin göstəriciləri isə nələrdir? Zəndir, much, a little, a bit'dir. Then varsa müqayisə dərəcəsi. Gördüyünüz kimi cavab B variantıdır məsəl üçün. Daha sonra üstünlük dərəcəsinin göstəriciləri nələrdir? Üstünlük dərəcəsinin göstəriciləri isə deməli bax bunlardır. At, in, on, üstə gəlir yer bildirən sözlər. Sonra have, has, had, ever, among, one of all. Bunlar varsa nədir? Üstünlük dərəcəsidir. Deməli üstünlük dərəcəsi at, in, on, üstə gəlir yer bildirən sözlər. Azərbaycanda, yer kürəsində, dünyada, Bakıda, bu kimi şeylər. Have, has, had, ever indiyə qədər deməkdir. Among arasındadır. One of nəyinsə biri. Of all da yəni hamısından, yəni mənasında. Deməli indi gəlir suallara. Deməli birinci sualda then var. Then varsa müqayisə dərəcəsidir. Müqayisə dərəcəsi olmayanları çıxdıq. More-la eyni zamanda eyni sualda ola bilməz. Large sözü də uşaqlar sonu eynən bitən iki heca kimi yazılan əslində bir hecalı sözlərdir. Ona görə bu more-la düzəlmir. Qalır cavab nə? A variantı. Növbəti sualda yenə zən var. Zən varsa müqayisə dərəcəsi deyə bunları çıxsan variantdan. Bunu da çıxırsan çünki bunlar müqayisə deyil. Small tək hecalı deyə more-la düzəlmir. Çünki tək hecalılar nə ilə düzəlməlidir? R ilə düzəlməlidir. Getdi. Zən var müqayisə dərəcəsidir. Müqayisə olmayan variantların hamısını çıxıram. More-la da R eyni zamanda olmaz. Qaldı D variantı. Növbəti sualda yenə zən var. Zən var deyə müqayisə dərəcəsidir. Müqayisə olmayanları çıxdıq. More-la R eyni zamanda olmaz. Çünki həm more həm R eyni zamanda ikisi də müqayisədir. Qaldı A variantı. Then var, yenə müqayisə dərəcəsidir. Müqayisə olmayan variantlara çıxdıq. Yenə more-la R olmaz. Eyni zamanda qaldı B variantı. Yenə then var, müqayisə dərəcəsidir. Müqayisə olmayanlara çıxdıq. More-la R eyni zamanda olmaz. Qaldı B variantı. Yenə then var, müqayisə dərəcəsidir. Müqayisə olmayanları çıxdıq. Yenə more-la R eyni zamanda olmaz. Qaldı C variantı. Növbəti sualda yenə then var, müqayisədir. Müqayisə olmayanları çıxırsan. Tək hecalı more-la düzəlmir. Çünki tək hecalılar R-lə düzəlməlidir. Qaldı A variantı. Yenə zən var. Müqayisə dərəcəsidir. Good-un müqayisə dərəcəsi uşaqlar olur. Good, better, the best. Bunu bilmək lazımdır. Bax, good-un müqayisə dərəcəsi good, better, the best olması lazımdır. Buradan bilirik. Ona görə müqayisə dərəcəsi olduğuna görə nə olmalıdır? Better olmalıdır. More better deyə bir şey yoxdur. Of all varsa üstünlük dərəcəsidir. Üstünlük olmayanları çıxdıq. Mostla S eyni zamanda olmaz. Sifətin üstünlük dərəcəsində D artiklı işlənməlidir. Qaldı cavab D variantı. Növbəti sualda yenə zən var. Zən varsa müqayisədir. Müqayisə də hansı variantdadır? B variantdadır. Heç digərlərinə baxmağa ehtiyac da yoxdur. 12-ci sualda deməli burada nə var? Burada one sözü var. One elə bir ki book'un yerinə işlənir. Qaydaya görə sayıla bilən tək isim işləndiyi zaman qarşısında ya EN artiklı ya da D artiklı işlənməlidir. Adi və müqayisə dərəcəsində EN artiklı, üstünlükdə isə D artiklı işlənməlidir. Yəni burada olmalıdır nə E good, burada olmalıdır nə E better, burada olmalıdır nə the best. Most good deyə bir şey yoxdur. Çünki good'un üstünlük dərəcəsi the bestdir. Cavab oldu Y variantı. Növbəti sualda yenə də she can speak a few language. Burada zərf gəlməlidir. Zərf. Çünki speak-ə görə nə gəlməlidir? Zərf. Niyə zərf gəlməlidir uşaqlar? Çünki biz burada link verb qaydası var. Onu bilməmiz lazımdır. Bilirik ki, bəzi feillər vardır ki, o feillərdən sonra sifət gəlir. Onlardan savayı digər feillər gələrsə zərf gəlir. Bu feillərə deyirlər link verb. Yəni to be, to become, to get, to seem, to look, to taste, to smell, to feel, to sound. Bunlar gələrsə sifət, bunlardan savayı digər feillər gələrsə olur nə? Zərf. İndi bu feillərdən olmadığına görə speak olmalıdır zərf. Bad sifətdir, good sifətdir, fluent sifətdir. Fastly deyə bir söz yoxdur. Fast sözü həm sifətdir, həm də zərfdir. Fastly deyə bir söz yoxdur. Qaldı cavab D. Bu da hansı qaydadır? Həm sifət, həm zərf olan sözlər var idi. Fast, near, low və s. Deməli, iki adam arasında olanda ya adi dərəcə olur, ya da müqayisə dərəcəsi olur. İki adam arasında olanda ya as olur, ya as olur, ya da kinder than olur. Məsələn, as-in arasında R olmaz, as-in arasında S olmaz. Burada as-in as-i yoxdur. Kind than yox, kinder than olmalıydı. Qaldı cavab D variantı.
Növbəti sualda yenə də then var. Then varsa müqayisədir. Müqayisə olmayanları çıxdı. Müqayisə dərəcəsi 1, 2 ya erlə ya da morla düzəlir. Eyni zamanda həm mor həm er olmaz. Qaldı C variantı. Yenə then var. Müqayisə dərəcəsidir. Müqayisə olmayanları çıxdı. Morla er eyni zamanda olmaz. Qaldı Y variantı. Növbəti sualda yenə among var. Among varsa nədir? Üstünlük dərəcəsidir. Üstünlük dərəcəsidirsə əgər, o zaman nə olmalıdır? Üstünlük dərəcəsidirsə among variant olarak olmalıdır Y variantı. Çünkü best talented diye bir şey yoktur. Buna dikkatli olmak lazımdır. Daha sonra among üstünlük dərəcəsi olduğuna görə cavab oldu nə? Y variantı. Növbəti sualda yenə zən var. Zən varsa müqayisə dərəcəsidir. Müqayisə dərəcəsi olan variant hansıdır? Bax, burada müqayisə deyil, burada da deyil, burada da deyil. Morla da er olmaz, qaldı B variantı. Among varsa üstünlük dərəcəsidir. Üstünlük dərəcəsi də mostla düzəlir. Cavab oldu Y. Best üstünlük dərəcəsini düzəltmir. Of all varsa üstünlük dərəcəsidir. Üstünlük dərəcəsidirsə əgər noticed olmalıdır. Cavab oldu Y variantı. Adjektiv sifəti soruşur. Vehicle sözü nə deməkdir? Yəni nəqliyyat vasitəsi isimdir. Tunnel tuneldir. Government hökumətdir. Sonra access girişdir. Sonra experience təcrübə deməkdir. Innovativ yenilikçi deməkdir. Globalda global, yəni beynəlmiləl global belə deyək də. Bütün dünyaya dair sifət. Növbəti sualımızda deməli yenə sifətlər soruşulur. Flower nədir? Dad isimdir. Beauty isimdir. Skyscraper göydələn isimdir. Pomegranate nə deməkdir? Nar deməkdir, isimdir. Healthy sözü nə deməkdir? Sağlam. Attractive nə deməkdir? Cəlb edici, cazibədar, cəzb edici. Zən var, yenə müqayisədir. Müqayisədə er olur. Niyə C variantı olmur? Çünki E artikli olması üçün orada isim gəlməsi lazım. İsim yoxdur. Əzəzin arasında adi dərəcə gəlir. Adi dərəcədə hardadır? A'dadır. Növbəti sualda zən var, yenə müqayisədir. Amma hər ikisi müqayisə olmalıdırmı? Yoxsa yox. Burada veriyə görə baxırıq. Veriyə görə adi dərəcə gəlir. Zənə görə müqayisə. Birincidə adi dərəcə olmalıdırsa, adi olmayanları çıxdım. İkincidə zənə görə müqayisə gəlməlidirsə, cavab olur Y variantı. Burada in my life olduğuna görə üstünlük dərəcəsidir. Good'un üstünlük dərəcəsi də bilirik ki, the best'dir. Best'in də üstünlük dərəcəsində qarşısında D işlədirik. Cavab oldu B variantı. One of varsa üstünlük dərəcəsidir. Üstünlük dərəcəsi də mostla düzəlir. Burada B niyə olmur? Çünki qarşısında D artikli yoxdur. Növbəti sualda one of var, yəni üstünlük dərəcəsidir. Cavab oldu A variantı. Bunun da D artikli olmadığına görə A'nı götür. Əz-əzin arasında adi dərəcə işlənir. Cavab oldu D variantı. Əz-əzin arasında yenə adi dərəcə işlənir. Adi dərəcə hansı variantlardır? C'də. Burada mordur, mostdur, mordur, getdi variantlardır. 31-ci sualda then var, yenə müqayisə dərəcəsidir. Müqayisə dərəcəsi nədir? Longer. More'dan er eyni zamanda olmaz. Sonra in the world hansı dərəcədir? Üstünlük dərəcəsi. Üstünlük dərəcəsi nədir? The slowest. Niyə B olmur? Çünki D artikli yoxdur. One of varsa üstünlük dərəcəsidir. Üstünlük dərəcəsi, great sözün üstünlük dərəcəsi necə olur? Greatest. Mostla düzəlmir. Bunda qarşısında D yoxdur. Qaldı cavab A variantı. Zən var, yenə də. Zən varsa müqayisə dərəcəsidir. Good'un müqayisə dərəcəsi necə olur? Better. Cavab oldu Y variantı. Good'un müqayisəsi necədir? Better. Zən var, yenə müqayisədir. Tall'un müqayisə dərəcəsi necədir? Taller. More taller olmaz. Zən var, müqayisədir. Big'in müqayisə dərəcəsi bigger olur. More'la er eyni zamanda olmur. Bilirik ki, müqayisə dərəcəsi ya erlə ya da morla olur. Üstünlük isə nə olur? S'lə ya da mostla. One of varsa üstünlük dərəcəsidir. Fine sözü neçə hecalıdır? Bir hecalıdır. Yazılış kimi iki hecalı yazılsa da əslində bir hecalı sözdür. Bunun müqayisə dərəcəsi finer. Üstünlük dərəcəsi defines. Belə olmalıdır. İndi ikinci tərəfdə the finest olan variant hansıdır? B variantı. Cavab oldu B. İndi deyəcəksiniz ki, niyə mostun qabağında D yoxdur? Çünki his olanda yer əvəzliyi olanda D artikli düşür uşaqlar. Təyin edicilərin yalnız biri istifadə olunmalıdır. Yəni
Sifətin üstünlük dərəcəsində təyin edicilərin yalnız birini istifadə etməliyik. Hər ikisini istifadə etməyə ehtiyac yoxdur. Bax, qeyd etmişəm. Sifətin üstünlük dərəcəsində ya the artiklı, ya işarə vəzliyi, ya yəli əvəzi, ya da yəli aldı olan söz. Biri işlənməlidir, hamısı yox. Daha sonra look. Look link verb'dur. İnşallah indi burada diqqətli olmaq lazımdır. Look link verb'dur. Link verb'ü əzbər öyrənmək lazımdır. Link verb'dən sonra gəlir sifət. Link verb'dən sonra nə gəlir? Sifət gəlir. Və bunlar link verb'dur. Bunlar link verb'dur. To be, to become, to get, to seem, to look, to taste, to smell, to feel, to sound. Bunlar link verb'dur. Bunlardan sonra gəlir sifət. Sifət gəlirsə, look'a görə nə gəlməlidir? Sifət. Pleasantly zəfdir, sadly zəfdir, sweetly zəfdir, happily zəfdir, qaldı lovely. Burada hansı qaydanı bilmək lazımdır? Sonunda elva ilə bitsə də sifət olan sözlər var idi. Onlar da bunlardır. Lovely, friendly, manly, lonely, cowardly, elderly, lively, ugly, silly, deadly. Bunlar nədir? Elva olmasına baxmayaraq nədir? Sifət olan sözlərdir. Düzdürmü? İndi bu qaydaya əsasən sifət olan nədir? Lovely. Yəni, link verbə görə sifət gəlməlidir. Sonunda elva olmasına baxmayaraq da lovely sözü nədir? Sifətdir. Daha sonra smell-ə görə nə gəlməlidir? Sifət gəlməlidir. Sweetly zəfdir, awfully zəfdir, bitterly zəfdir, well zəfdir. Qaldı cavab nə? Unusual. Daha sonra zən var. Zənə görə müqayisə olmalıdır. Müqayisə olan variant hardadır indi? More nice olmaz. Nice neçə hecalıdır? 1. Yazılış etibarilə 2 kimi yazılır. Əslində bir heca olandır. Nə olmalıdır? Nicer. Nicer. Ona görə bunu çıxdıq. More-la er olmaz. More nice olmur. Nice-ın da müqayisəsi nicer idisə cavab oldu A variantı. Növbəti suala keçirəm. Deməli, burada look'a görə sifət gəlməlidir. O heç. Amma zənə görə müqayisə olmalı. Hər ikisi müqayisə olan variant axtarmalıyıq. More-la er olmaz. Good adi dərəcədir. More better olmaz. Better artıq müqayisədir. Best üstünlükdür. Müqayisə olan hər ikisi A-dır. Zənə görə müqayisədir. Uşaqlar, many-nin və much-ın müqayisə dərəcəsi more-dur. Many-lə much-ın müqayisə dərəcəsi olan nədir? More. Daha sonra zən var, yəni müqayisədir. Müqayisə ilə düzəlir, more-la düzəlir. Cavab oldu B variantı. Hot nədir? Sifətdir. Və burada bir qaydanı bilmək lazımdır. Diqqətli olmaq lazımdır burada. Nədir qaydamız uşaqlar? Və burada very, quite, rather, very, quite, rather, such, so, to. Bunlardan sonra nə gəlir? Adi dərəcədə olan sifət gəlir. Enough isə harada gəlir? Adi dərəcədə olan sifətdən sonra gəlir. Və buna diqqət yetirin. Və bir daha deyirəm. Very, quite, rather, such, so, to. Bunlar gəlir adi dərəcədə olan sifətdən harada? Adi dərəcədə olan sifətdən əvvəl. Enough isə adi dərəcədə olan sifətdən harada gəlir? Əvvəl. Və bunlara diqqət etmək lazımdır ona görə. Mən əslində bunu burada qeyd etmişəm. Bir daha sizə göstərim həmən məsələni. Və very, so, such, to, rather, quite. Bunlardan sonra gəlir adi dərəcə. Enough isə adi dərəcədə olan sifətdən harada gəlir? Sonra gəlir. İndi burada bir dənə məsələ. Very. Very nə deməkdir? Çox. Çox. Quite nə deməkdir? Tamamilə. Sonra nə var idi? Rather nə deməkdir? Olduqca. Sonra to nə deməkdir? To'nun buradakı mənası çox deməkdir. Çox. Sonra bir də so. So'nun mənası nə deməkdir? Elə, yaxud da belə. Və bu sözlərdən sonra nə gələcək uşaqlar? Adi dərəcə gələcək. Bu sözlərdən sonra gəlir adi dərəcə. Bu sözlərdən sonra gəlir adi dərəcə. Deməli, burada bir də nə var idi? Saç var idi verilən variantlar içərisində. Saç isə necədir? Saçdan sonra isə uşaqlar sifət gəlsə də üstə gəl mütləq nə olmalıdır? İsim olmalıdır. Saç isimsiz işlənmir. Saçdan sonra sifət gəlsə də sonra nə gəlməlidir? Mütləq isim gəlməlidir.
Deməli bu qayda 1. Daha sonra bizim növbəti bir dənə də qaydamız odur ki, inaf harda gəlir? Sifətdən və ya bunu qeyd edərsiniz uşaqlar. Sifətdən və ya zərfdən, biraz sonra vaxt verirəm, qeyd edərsiniz. Sifətdən və ya zərfdən harda gəlir inaf? İnaf isə zərfdən, sifətdən sonra gəlmiş olur. Deməli, very quiet rather, bunlar gəldi harda? Bunlar gəldi adi dərəcədə olan sifətdən əvvəl, adi dərəcədə olan sifət və yaxud da zərf yazaq da biraz. Adi dərəcə, sifət və zərf. Sifət və zərfin adi dərəcəsində. Deməli, burada fikir verdinizsə, saç harda işlənirdi? Saç sifətdən əvvəl işlənirdi, amma ondan sonra mütləq nə gəlməsi lazımdır? İsim. İnaf isə necədir? İnaf isə sifətdən, zərfdən harda işlənir? Sonra işlənir. Bir sonraki bizim testlərdə lazım olan qaydamız nədir bizim? Bir sonraki qaydamız bundan ibarətdir ki, deməli, much, a little və a bit. Bunlar hansı dərəcə ilə işlənir? Müqayisə dərəcəsində işlənir. Bunlar isə müqayisə dərəcəsində işlənir. Bunlara diqqət etmək lazım. İndi keçirəm suallara. Bir də burada uşaqlar bir şey yadda saxlayın. Bir dənə bir şey deyim sizə. Bax, quiet sözü var ki, bir var quiet, quiet. Sakit deməkdir, sakit. Bu sifətdir. Bir də var. Quiet'e yazılan. Biri quiet'dir, biri quiet. Bu tamamilə demək. Bu isə nədir? Zərfdir. Zərfdir. İndi fikir verin. Burada bir şeye diqqət etmək lazımdır. Deməli, yadda saxlamaq rahat yolu sizə deyim mi? Bax, sonu t ilə qutaran, quiet'in sonu t ilə qutarır da. Azərbaycancada mənasında sonu t ilə qutarır. Həm də sifətdir. Sifətin də sonu t ilə qutarır. Bu, belə əlaqələndirə bilərsiniz. Deməli, sonu t ilə qutaran Azərbaycanca tərcüməsində də sonu t ilə qutarır və həmin söz sifətdir. Sifətin də sonu t ilə qutarır. Və sifət zərf hansından sonra gəlir? Sifət zərf hansından sonra gəlir uşaqlar? Sifət zərf gəlir ancaq bundan sonra baxın. Quiet olandan sonra. Quiet olandan sonra yox. İndi gəlir suala. Nə gəlib burada? Sifət. Sifət hansı dərəcədədir? Adi. Adi dərəcədə olan sifət hansılardan sonra gəlirdi? Bax, gəl baxaq. Adi dərəcədə olan sifət hansılardan sonra gəlirdi? Very, quite, rather, to, so. Bunlar gəlirdi harda? Bunlar gəlirdi adi dərəcədə olan sifətdən əvvəl. Bunları yadda saxlaya bilərikmi? Bunlar gəldi adi dərəcədə olan sifətdən əvvəl. İndi variantda görə bunlardan hansı var? To var. Niyə mor olmadı? Çünki tək hecalı sözdən mordan düzəlmir. Niyə match olmadı? Çünki matchdan sonra müqayisə dərəcəsi olmalıdır. Hotter olmalıydı. Yəni match yenə olmur. Enough harda gəlirdi? Sifətdən sonra gəlirdi. Ona görə enough da çıxdı. Baxın, sifət gördünüzsə, bayaq dediyimiz kimi very, to, so bunları qoyacağıq, quiet qoyacağıq, rather qoyacağıq. Bunlar adi dərəcədə olan sifətdir. Əgər sifətdən sonra boşluqdursa, onda nə olacaq? Onda enough olacaq. Buranı qalacaq açın da. Ya pəncərəni açın. Deməli, fast sifətdir. Fast sifətdirsə, sifətdən sonra hansı gəlirdi verilənlərdən? Enough. Cavab oldu enough. İkinci baxın bura. Exciting sözü sifətdir. Sifətdən sonra hansı gəlirdi? Enough. Cavab oldu nə? D variantı. Burada, bax indi, comfortable sözü sifətdir. Enough, ikincidə enoughdır. Sifətdən sonra gələn bir dənə enoughdır da verilənlərdən. İkincidə enough olmalıdırsa, birincidə də enough olmamalıdır. Çünki sifətin qarşısında enough işlənmir. Cavab oldu nə? A variantı. Növbəti sualda heavy sözü nədir? Sifətdir. Sifətin qarşısında, bax, enough işlənməz. Enough sifətdən sonra işlənir. Matchdan sonra nə gəlməlidir? Müqayisə. Little-ın əlaqəsi yoxdur. To olur da bir dənə adi dərəcədə olan. Rarely nadirən deməkdir, əlaqəsi yoxdur. Deməli, short sifətdir.
Adi dərəcədə olan sifətin qabağına nə işlənir? To. Özləri cavab verirlər 2 xətlə. Sonra I am sorry but your article is too short to type. Ada. I am sorry but your article is very short to type. Aslında verdi olardı. I am sorry but your article is too short to type. Yazmaq üçün çox balacadır. Very short to type. İkisi de olar aslında. İkisi de olar. Hiç ben verini görmemiştim. Sonra burada geldik too late. Too late olar mı? Olar. Beyni olmur. More late olmazdı. Çünkü late sözü neçəcə alıdır? Yazılış etibariyle 2 kimi yazısını bir ece aldı. Bu müqayis derecesi later olur. Erlə düzəlir. Yəni more'dan düzəlmir. Little'dan sonra yəni müqayisi derecesi gəlməlidir. Much'dan sonra yeni müqayisi gəlməlidir. Enough isə sifətdən sonra gəlməlidir. 51-ci sual. Well sifətdir. Sifətin qarşısında hansı işlənir verilənlərdən? Verir. Strong sifətdir. Sifətdən sonra hansı işlənirdi? Enough. Sifətdən əvvəl hansı işlənirdi? To. Adi dərəcədə olan sifət. Much niyə olmaz? Yuvarıca müqayisədir. Little'dan sonra müqayisədir. Enough isə sifətdən sonra gəlir. Yəni sifət zərf. Ondan sonra gəlibsə boşluq olacaq nə? Enough. İndi gəlirik. Tired sifətdir. Sifətdir. Enough sifətdən sonra gəlməlidir. Düzdürmü? İkinci tərəfdə time var. Elotdan sonra isim gəlmir. Elot of olmalıdır. Düzdürmü? To time diye bir şey yoxdur yenə də. İndi qalır iki variant arasında. Həm də maçdan sonra müqayisə dərəcəsi gəlməliydi. Ona görə çıxdı. Qaldı B ilə Y variantı. Onlar çox yorğun idilər partiya getmək üçün. Besides, bununla yanaşı, they didn't have enough time. Bununla yanaşı onların kifayət qədər vaxtı da yox idi. Məsələn, B niyə olmur? Onlar çox yorğun idilər. Bununla yanaşı onların az vaxtı yox idi. Olmur axı mənası. Vegetables cəmdir, sayılandır. Sayılanca maç getdi. Bu olmaz. Fresh sözü sifətdir. A lot fresh diye bir şey yoxdur. Deməli, enough da sifətdən sonra gəlməliydi, əvvəl gəlməməliydi. Little'dan sonra nə olmalıydı? Müqayis dərəcəsi olmalıydı da, little'dan sonra. Qalır cavab nə? Experienced sifətdir. Sifətdən sonra boşluq varsa nə qoyarıq orada? Enough. Cavab olur deyil. Hot sifətdir. Düzdürmü? Sifətdirsə enoughlar gedir. İkincidə sifətdən sonra gəlir, ikincidə enough olmalıdır. Qaldı cavab nədir? Növbəti excited sözü sifətdir. Sifətin qarşısında verilənlərdən hansı gələ bilər? Very. Enough sifətdən sonra gəlir. Rare nadir deməkdir. Sudden ani deməkdir. Maçdan sonra hansı dərəcə gəlməlidir? Müqayis dərəcəsi gəlməlidir. Maçdan sonra more gəlir. Good sifətdir. Sifətdən sonra boşluq varsa nə olar? Sifətdən sonra boşluq varsa enough. Sifətdən sonra boşluq varsa enough olur. Enough sifətdən sonra gəlir də. İkincidə isə sifət gəlib sonra isim gəlir. Maç niyə olmur? Çünki maçdan sonra nə gəlməsi lazımdır? Müqayisə more olmalıydı. Qaldı A variantı. Deməli 61. 61-də indi hər iki boşluqdan sonra sifət gəlir. İnaflara çıxdım. Çünki inaflar sifətdən sonra gəlməlidir. Əvvəl gəlməli deyil. Bu getdi. İndi maçdan sonra hansı dərəcə gəlməli idi? Müqayisə. Dark yox, darker olmalıydı. Maçdan sonra müqayisə dərəcəsi işlənir. Qaldı yerine. Look'la taste sözü link verb'dür. Look'la taste sözü link verb'dür. Link verb olduğuna görə nə gəlməsi lazımdır? Bəli, sifət gəlməsi lazımdır. Nə idi? Look'la nə idi? Taste idi. Look buradadır, taste də buradadır gördüyünüz kimi. Onlardan sonra sifət gəlməlidir. Sifət gəlməlidirsə, look'dan sonra sifət, taste'dən sonra sifət. Bitterli zəfdir, well zəfdir, well zəfdir, well zəfdir. Qaldı C var. Bu sualda uşaqlar bir qayda var. O qaydaya diqqət etmək lazımdır. O hansı qaydadır o qayda? Deməli, hardla hardly'nin fərqi məsələsidir orada. Hardla hardly'nin fərqi nədir? Deməli, hardla hardly'nin fərqini belə deyə bilərik sizə uşaqlar. Hard
Həm sifət həm də zərfdir. Hard həm sifət həm də zərf. Hardly deyə bir söz də var. Deməli hard nədir? Həm sifətdir, həm də zərf. Amma hardly deyə bir söz də var. Hardly zərfdir yalnız. Hard məsələn deyirik ki, it was very hard work. Bu çətin işidir. Burada hard nədir? Sifətdir. Hard burada sifətdir. Çətin işidir. Bir də deyirəm ki, o gərgin çalışdı və universitetə daxil oldu. Burada hard nədir? Zərf kimi işlənir. Hardly deyə bir söz də var. Amma bunun mənası nə deməkdir? Çətinliklə, güclə, yəni heç çalışmadı deməkdir. Yəni, məsəl üçün. Amma burada ən vacib olan, testlərə bizə lazım olan məsələlərdən birincisi nədir? Hard, harda gəlir? Xəbərdən sonra, hardly isə harda gəlir? Xəbərdən əvvəl. Bir adam əgər hard çalışıbsa, bu nə deməkdir? Çox çalışıb deməkdir. Bir adam hardly çalışıbsa nə deməkdir? Yəni, heç çalışmıyor. Yəni. Yoxa yaxın. Hardly inkarlıq bildirir. Deməli, xəbərdən sonra nə gəlir? Hard. Xəbərdən əvvəl nə gəlir? Hardly. İndi burada xəbərdən sonra olduğuna görə hardly olmaz da, elədirmi? İndi E artiklı hansı dərəcəni işlənə bilər uşaqlar? E artiklı. Adi ya da müqayisə. Üstünlüyünə nə işlənə bilərdi? D artiklı. Ona görə qaldı cavabımız nə? Very'dən sonra hansı dərəcə gəlir uşaqlar? Adi dərəcə. İzə görə nə gəlir? Sifət. Niyə izə görə sifət gəlir uşaqlar? Çünki iz nədir? İz nədir uşaqlar? Link verb'dir. To be'nin formasıdır da. Bax, to be'nin forması nədir? Am, are, was, were, shall be, will be. Deməli, is to be'nin formasıdır. İzə görə nə gəlir? Sifət. Sonra adi dərəcənin göstəriciləri nə idi? Very, quite, rather, such, so, to. Bunlar da adi dərəcənin göstəriciləri idi. Very'yə görə adi dərəcə, izə görə də sifət. Zərfi çıxıram, politely zərfdir. Müqayisə dərəcəsini çıxıram, zərfi çıxıram. İkincidə behave var. Behave link verb deyilsə ona görə nə gəlməlidir? Zərf, sifəti çıxdım, qaldı C variantı. Hot sifətdir. Sifətin qarşısında nə işlənər? To işlənir. Enough sifətdən sonra işlənir. Maçdan sonra müqayisə gəlir. A little, onsuz da hot'u burada verib, bir də orada verib. Sualda elə problem var. Həm variantda verib, həm orada verib. Sonra enough, big yo necə olmalıdır? Big enough, big çünki sifətdən sonra gəlir. D variantında niyə olmur? Big yox necə olmalıydı? Bigger, maçdan sonra müqayisə dərəcəsi gəlir. Little'dan sonra hansı dərəcə gəlir? Müqayisə. Biz bayaq quite ilə quite'ın fərqini dedim mən sizə. Necə idi fərqləri? Sonu to ilə qutaran nə idi? Sakit və ondan sonra sifət gəlmir. Bunun yerinə necə olmalıydı? Quite olan. Qaldı cavab nə? C variantı. Sang nə deməkdir? Oxumaq. Bu link verb deyil. Buna görə nə gəlməsi lazımdır? Zərf. Link verb əzbər bilsək, bilərik ki, sang sözü link verb deyil. Deyilsə zərf gəlməlidir. Bad sifətli çıxdıq. Good sifətli çıxdıq. Maçdan sonra hansı dərəcə gəlməsi lazımdır? Müqayisə, more. Burada nə gəlməsi lazımdır? Yenə more. Qaldı cavab beautiful deyil. Taste sözü link verbdir. Bu nədir? Link verbdir. Ona görə nə gəlməsi lazımdır burada? Sifət gəlməlidir. Sifət gəlməlidirsə əgər sweetli zərfdir, nicely zərfdir 2 və 3. Cavab oldu 2, 3. Növbəti sualda small var, sifətdir. Enough sifətdən sonra gəlir. A lotdan sonra sifət gəlmir. Qaldı nə? To ilə bir də verir. Növbəti sualda deməli, expensive sözü isimdir. Enough sifətdən sonra gəlir. Elotdan sonra da nə gəlmir? Adi dərəcədə olan sifət gəlmir. Deməli, gəldik bu suala. Burada diqqətli olmaq lazım. Bundan sonra suallarda zərfin cümlədəki yerinə görə veriblər. Voza görə, burada link verb qaydasıdır. Voza görə nə gəlməsi lazım uşaqlar? Sifət. Voz nədir? To be'nin formasıdır. Bir daha xatırlayaq. To be'yə görə hansı fe'lər var link verbdə? To be, to become, to get, to seem, to look, to taste, to smell, to feel, to sound. Bunlar link verbdir. Bunlardan sonra gəlməlidir sifət. Sifət gəlməlidirsə, voza görə nə gəlməlidir? Sifət. Unbearable sifət olar. Smell də link verbdir. Smellin keçimində smelldir. Buna görə sifət gəlməlidir. Pleasantly nədir? Zərf, səhvdir. Look'a görə sifət gəlməlidir, gəlir. Seem'ə görə sifət gəlməyidi, amma zərf gəlir. Cavab oldu 1-3. Nə oldu? 1-3. Növbəti sualda, bax burada zərfin cümlədəki yerinə görə edirsən. Zərfin cümlədəki yeri nə deməkdir? Uşaqlar, baxın,
Belə bir şey deyim. Always, usually, sometimes, never, ever. Bax, burada zərflərimiz var. Gəlir nə söz sırası etibarilə? Mübtəda, üstə gəl. Ondan sonra nə gəlir? Usually, sonra always, sonra often, sonra nə ola bilər uşaqlar? Sometimes, sonra seldom, sonra nə ola bilər? Rarely. Yəni bunlar harda gəlir uşaqlar? Mübtədadan sonra, xəbərdən əvvəl. Bura never da əlavə eləyək. Deməli, bu sözlər harda gəldi? Mübtədadan sonra, xəbərdən əvvəl. Usually, often, always, sometimes, rarely, never. Bu kimi sözlər mübtəda ilə xəbərin arasında işlənir. Bu qaydaya əsasən I am never late olar. Yəni to be-dən sonra gəlir də. Sonra they always are. They are always. Yəni to be-dən sonra gəlir. Başqa xəbərlərdən, başqa mübtəda ilə xəbərin arasında işlənir. Amma to be olanda to be-dən sonra gəlir. To be olanda to be-dən sonra gəlir. They are always. To be olanda to be-dən sonra. I am never düzdür. They are always səhvdir. They often visit. Bu düzdür. Xəbərdən mübtədanın arasında. Sonra they eat. Necə olmalıdır? They often eat. Cavab oldu nə? 1-3. Və bir daha deyəm. To be-dən sonra gəlir. Amma digər xəbərlərdən harda gəlir? Əvvəl. Deməli, burada he always helps. Harda gəldi? Mübtəda ilə xəbərin arasında. She never goes. Never olmalıydı. She ilə goes-un arasında. We seldom eat. Seldom olmalıdır əvvəldə. I often read düzdür. Cavab oldu 1-4. Daha sonra doesn't inkardır. İnkardırsa seldom nə deməkdir? Arabir, rarely, nadirən. Bunlar özü inkardır da. Ona görə başqa inkara ehtiyac yoxdur. Seldomdan rarely'den çıxırsan. And doesn't usually go to gym after work ya da usually olar. Sağ. Deməli, növbəti sualda always, usually, burada tərcümədir. Çünki onlar evdə qalmağa üstünlük verirlər. Evdə qalmağa üstünlük verirlərsə əgər onlar sinemaya tez-tez gedərlər, yoxsa az gedərlər? Arada bir. Always həmişə, seldom nadirən, arada bir, sometimes də bəzən, tez-tez olmazdı. Seldom ara bir, nadirən. Cavab oldu 2-4. Növbəti sualda enough harda gəlməliydi? Bu necə olmalıydı? Hot enough. Bu səhvdir. Hot too yox, necə olmalıydı burada da? Too hot. 1-dən 2. Sonra yenə gəldi. They sometimes travel abroad olar. Sonra I seldom drink olar. Amma bu necə olmaz? I always watch olmalıydı. Sonra we are not sometimes absent. Yəni əlaqəsi olur da. We are not sometimes absent. Biz bəzən iştirak etmirmişik, olmur da yəni. We sometimes absent from the school olmalıdır yəni. Bu qədər.